Salam əziz dostlar. Ən çox verilən sual. Qaz pulu nə qədər yazır? Deməli, 150 kvadratlıq mənzildir. Hamısı çoxlu poldur. Sistem kombi ümumiyyətlə 2 sutkadır qoşulub. 1 sutka işlənib 40 dərəcə ilə. Mənzilə girmək olmurdu, çox isti idi. Yendirmişdim 35'ə dönənləri və bu günləri ustalar gələndə yenə də artıqlanması ilə çox isti idi və yendirmişdilər. Onlar da yendirdilər 30 dərəcəyə, 31 dərəcədə hoşum. 31 dərəcə isti kombidə qoyulub. Baxın, bir də basıram da 31 dərəcə. Deməli, görün sistem necə düzgün yığılıbsa, necə yığılıb ki 31 dərəcə ilə kombidə, 31 dərəcə ilə ev, 150 kvadratlıq ev tamam qızır. Hələ termostatlar qoyulmayıb. Termostatlar qoyulandan sonra qaz pulu daha da az yazacaq. İndi isə sualın cavabı. Qaz 1 sutkaya nə qədər yanıb? Dünənləri indi 46'dır. Dünənləri mən buradan axşam saat hardasa 6 idi, neçə idi, çıxanda 35 idi. İndi isə 46'dır. 10 da belə deyək, grubo qavarə 10 kub 1 sutkaya yazıb. Bu da 1 manat pul eləyir cəmi. Yadınızdan çıxmasın ki, mənzil çox böyükdür, 4 otaqlıdır və 150 kvadrat yer tutur. Yəni, общий площадь 150 kvadratlıq evdir. Baxın belə dostlar, yəni cəmi 1 manata o boyda mənzili mənim sistemim qızdırır. Və ən vacib faktor, yəni burada rol oynayır, ən böyük rol, yəni kombi yox, kombi oynamır. Yəni lüboy bir kombi olsa da yenə də həmən nəticəni verə bilər. Amma bu cürə sistem yığılan sistem atapleniya, yəni ondan sonra da düzgün çoxlu polu düzgün quraşdırmaqla bu nəticəni mən əldə edə bilirəm. Əgər video xoşunuza gəlibsə, like yerləşdirməyi unutmayın. Sağ olun, salamat qalın.